Vətəndaş mobil tətbiq vasitəsilə taksi sifariş edir. Lakin sürücü həmin ərazidə dayanmaq üçün yer tapmır. Sərnişinlər sifariş zamanı minib düşmə yerini tətbiq üzərindən görə bilmirlər ki, bu da sonradan əlavə narazılıqların yaranmasına səbəb olur. Sosial şəbəkələrdə də taksi fəaliyyəti ilə məşğul olanların bu məsələ ilə bağlı paylaşımlarını görmək mümkündür. Dəfələrlə müştəri ilə, bütün taksi sürücülərinin arasında həmin problem yaşanır. Necə olur, nə baş verir? Mən də göstəri gedirəm, görürəm orada ya taksi duracağı yoxdur, və yaxud da müştəri gəlib yaxınlaşa bilmir. Cərimə olan yerləri yazır da. Sizdə bəs proqramda göstərmir ki, həmin ərazidə taksi dayanacağı və yaxud da duracağı yoxdur? Olan 1-2-3 yer var, ondan başqa heç bir yerdə taksi dayanacağı göstərmir. Dəqiq bilmirəm, orada indi müştəri göstərmir. Tətbiqdə hər iki tərəf üçün göstərsə yaxşı olarmı? Əlbəttə ki. Məsəl üçün buradadır, müştəri vurur yolun o tərəfini. Mən onu götürmək üçün gedib oradan fırlanıb gəlməklə 1-2 kilometr yol. Yəni bəzi vaxtlar çox düzgün işləmir də proqram. Müştəri ilə bizim aramızda olur, problemə səbəb olur bu hallar. Atıram, deyir ki, yox orada deyiləm, mən başqa yerdən vaxt tapar, izah eləyirəm ki, bura gəlin, belə gəlin, çox vaxt olur belə. Yəni bunun sizcə səbəbi nədir? Bilmirəm, yəqin sistemləri düz işləmir, o naviqasiya sistemləri. Deyir, ora girmirəm, o küçəyə girmirəm, siz bu naviqasiya oranı göstərmir. Məsəl üçün, siz proqramla sifariş eləyəndə, proqramda göstərirmi ki, həmin ərazidə taksi dayana bilmir, qabağa gəlin? Heç vaxt göstərsə yaxşı olar, narazıçılıq yaranmaz da. Sifariş vermişəm, yolun digər tayını saxlayıb. Demişəm, yəni mən buradayam da konum olaraq. Yol fərqli yeri saxladığı üçün problem yoxdur. Mən göz vurduğum konumda yox, digər konumda saxladığına görə demişəm, yəni mən bu tərəfdən məsələn, elə o tərəf saxlayıb ki, mən ora keçə bilmirəm yəni. Əlbəttə ki, göstərməli çünki olmalı ki, bilməyək ki, həmin yerdə olmalı yoxsa olmaz. Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirir ki, taksi sürücüləri ilə sərnişinlər arasında yaranan bu cür problemlərin əsas səbəblərindən biri taksilər üçün nəzərdə tutulmuş dayanma durma yerlərinin azlığıdır. Onun sözlərinə görə sərnişinlərin də harda minmə nöqtələrinin olduğunu dəqiq bilməməsi vəziyyəti daha da çətinləşdirir. Ekspert hesab edir ki, bu problemin həlli üçün taksi tətbiqlərində sərnişinlərə minmə üçün icazə verilən ərazilər əvvəlcədən göstərilməlidir. Dünyanın bəzi ölkələrində bunu həm də necə həll edirlər ki, sürücü və sərnişin hüquqi problemlər yaşamasınlar. Məsələn, cəriməyə məruz qalmasınlar, fikir ayrılıqları olmasın, konflikt yaşanmasın. Proqram əgər sərnişinin istədiyi nöqtədə dayanma qadağandırsa, sərnişin məlumat verir ki, burada dayanmaq qadağandır, məsələn 200 metr o tərəfdə dayanmaq olar. Sərnişin onu oxuyur ki, mən burada bu nöqtəni sifariş verdim, həmin nöqtədə məni götürməyə gələn taksi dayanmayacaq. Buna görə yerin dəyişir. Eyni mesajda təbii ki, sürücüyə də gedir ki, oradan sifariş gəlib, amma siz 50 metr o tərəfə yaxınlaşın, 100 metr bu tərəfə yaxınlaşın və bunlar hamısı sinxron olmalıdır. Məsələn, Amerika Birləşmiş Ştatlarının bəzi ştatlarında, böyük şəhərlərdə təbii ki, bunu tətbiq edirlər. Mütəxəssis bildirir ki, Azərbaycanda taksi tətbiqlərində bu sistemin effektiv işləməsi üçün ümumi yol infrastrukturunun yenilənməsi və daha geniş elektronlaşdırılması vacibdir. Onun sözlərinə görə bu istiqamətdə kompleks dəyişikliklər tələb olunduğundan mövcud şəraitdə bunun qısa müddətdə həyata keçirilməsi çətin görünür. Bütün nişanlar, dayanma qadağandır falan, bunlar hamısı rəqəmsallaşdırılmalıdır ki, proqram onu görsün. Bu dəqiqə Bakıda biz onu tətbiq eləmək istəsək də belə boşluqlar olacaq çoxlu. Çünki heç də hər yerdə dayanma qadağandır hara qədər, bu bəlli deyil. Yəni tam rəqəmsallaşmayıb. Tutaq ki, adam bir dayanmanın qadağan olunduğu yerdə dayanacaq, proqram ona deməyəcək ki, qadağan olunan yerdə dayanmısınız. Və o sabah buna cərimə yazılanı deyəcək, mənə demədin. Amma proqram ona görə deməyəcək ki, proqramın özünün xəbəri yoxdur ondan. Yəni sistem, infrastruktur, nişanlar, xətlər hamısı rəqəmsallaşdırılandan sonra belə tətbiqləri, daha doğrusu belə üsulları tətbiq eləmək olar. Qeyd edək ki, bu problem təkcə Azərbaycana xas deyil. Taksi tətbiqlərinin istifadə edildiyi dünyanın bir çox ölkələrində də müşahidə olunur. Belə ki, taksi sürücüləri xəritədə minib düşmə məntəqələri və yol məhdudiyyətləri barədə daha detallı məlumat görsələr də, sərnişinlərə adətən yalnız minmə nöqtəsi göstərilir. Ekspertlərin fikrincə, xüsusən hərəkətin intensiv olduğu ərazilər üçün sistem üzərindən minib düşmə yerləri işarələnməlidir. Aylin Rəsulzadə, Davud İbrahimov, Kəmal Əli Muradova, Xəbər ertəsi.